Çox vaxt başımız ağrıyanda bunu ötüşdürüb keçirik ki, əşi, başım ağrıyır, onsuz da məndə tez-tez ağrıyır, ola bilər, normaldır, birazdan keçib gedər. Amma üç vəziyyət var ki, bu üç vəziyyətdə qətiyyən ötüşdürmək olmaz. Bunlardan birincisi güclü baş ağrısıdır. Amma elə belə yox. Həyatınızdakı ən güclü baş ağrısını yaşayırsınızsa, sanki bu dəqiqə beyniniz partlayıb çıxacaq yerindən və yaxud da beyniniz, başınız dağılacaq kimi hiss verirsə və bu hissi bugünə qədər heç yaşamamısınızsa, bu artıq sizin təcili həkimə müraciət etməyiniz üçün önəmli bir səbəbdir. İkincisi, əgər baş ağrısı ilə paralel olaraq birdən-birə hiss edirsiniz ki, əlinizdə, ayağınızda keymələr başladı, görməyiniz zəiflədi və yaxud da danışığınız pozulmağa başladısa, təcili şəkildə təcili yardım çağırmaq lazımdır. Çünki bunun altında insult və yaxud da belə deyək, beyin toxumasının ölməsi vəziyyəti yarana bilər ki, bu təcili müdaxilə gərəkdirəcək bir haldır. Və üçüncü olaraq, əgər baş ağrısı ilə bərabər qızdırmanız, ürək bulanmanız və boyun nahiyənizdə ağrılar, belə deyək, şiddətli gərginləşmə müşahidə edirsinizsə, bu da yenə önəmli bir vəziyyətdir ki, bu halda da baş ağrısını qətiyyən ötüşdürmək olmaz, təcili şəkildə həkimə müraciət etmək lazımdır.